həmişə deyirdim ki, Azərbaycanda niyə Türkiyədəki kimi PR paketləri yoxdur? Və axır ki, Fiora bunu elədi. Fiora kosmetikadan PR paketimiz var, birlikdə açaq. Fiora'da Kremko'nun bu lip balmları satışa çıxıb və mənə də yoxlamağım üçün göndərdilər. Bir yerdə açırıq. Wow. Bir daha bunu sizə göstərim. Çox xahiş edirəm, bir dənə buna baxın. Çox gözəldir. Burada Kremko'nun aynası və müxtəlif tamlarda olan və rənglərdə olan lip balmlar. İlk öncə Black Cherry'ni yoxlayıram. Dodaq qələmi və s. heç bir şey istifadə eləməyəcəm. Bu arada hansını bəyənsəz Fiora'dan əldə eləyə bilərsiniz. Oha. Çox qəşəngdir. Əsma çox qəşəngini seçdin bu arada. Çox qəşəngdir, xoşum gəldi. Tünd olan kofeli dodaqda necə qalacaq çox maraqlıdır mənə. Oy, Fiora'da tək-tək satılır bu arada dostlar. Oha, çox qəşəngdir. Bir şey deyim, həqiqətən kofe dadı və kofe qoxusu gəlir. Bunu bir dənə dodaq karandaşı ilə təsvir eləyin də, nə olar. Bu ikisini işlətdim, bunlar mənimdilər. İkisini də hədiyyə eləməyi düşünürəm. Birini anama, birini baldızıma. Ona görə ikisini es keçelim. Bu üç rəng. Bunlardan hansını yoxlayaq? Arkadaşlar, mamam da baldızım da seçdi. Geriyə bu iki rəng qaldı. İndi bunları da yoxlayaq. Fərqi yoxdur. İyrənmirsənsə bez problem. Üstə də bunu vururam. Alta bu. Üstə də bu. Baldızım öz seçdiyini də yoxladır mənə. Mən sənə deyirəm, sənin fikrin buna kayıb. Mən bilirəmişə səni tanıyıram. Bu da bu rəngi. Deməli, son olaraq PR paketimizin içində belə bir Kremko aynası var. Bu da qaldı xatirə. Lip balmlarla bağlı onu deyə bilərəm ki, çox qəşəng qoxuları var. Baxın. Qətiyyən yapışqanlıq yoxdur. Dodaqda çox yüngül qalır. Çox bəyəndim. Fiora'da hamısı tək-tək satışdadır. Hansını istəsəniz, mən öz üstümdə yoxlamışam. Gedib Fiora'dan əldə edə bilərsiniz. Bu PR paketi də getdi mənim kolleksiyamın içinə. Hara qoyaq? Xeyirli, uğurlu olsun.